Romada imperiya dövrü ilə izahımıza davam edək. Demək, eramızdan əvvəl 30-cu ildən artıq Oktavian Avqust Romada imperiyanı qurdu və özünü imperator və yaxud Avqust adlandırdı, müqəddəs adlandırdı. Bundan sonra bizim eranın 395-ci ilinə qədər Romada imperiya dövrü davam edəcək. Bizim eranın 395-ci ilində isə Roma imperiyası iki hissəyə parçalanacaq. Qərbi Roma və Şərqi Romaya. Qərbi Roma və Şərqi Roma haqqında danışacağım və xəritədə də göstərəcəm sizə. Hal-hazırda isə Romanın son işğalçı imperatoru olan Mark Trayan haqqında danışaq. Mark Trayan eramızdan əvvəl 98-ci ildən eramızdan əvvəl 114-cü ilə qədər hakimiyyətdə olur. Əslində yeni kitablarda onun hakimiyyət illəri yoxdur. Demək ki, həmin dövrlərdə hakimiyyətdə olur və onun işğalları son Roma işğalçı müharibələridir. Beləliklə o Parfiyanın bir hissəsini, Ktesifonu, Ərəbistan yarımadasını, Mesopotamiyanı, Kilikiyanı, Kiçik Asiyada Kilikiyanı, Qara dəniz və Adriatik dənizi arasındakı torpaqları ələ keçirir. Və dediyim kimi, bundan sonra artıq Roma işğalçı müharibələr aparmır. Xəritədə biz Romanın ələ keçirdiyi bütün əraziləri görürük. Bənövşəyi rənglə verilmiş ərazilər Romanın ələ keçirdiyi ərazilərdir. Gördüyümüz kimi müasir İspaniya, müasir Fransa, müasir Britaniyanın bir hissəsi, müasir Almaniyanın bir hissəsi, müasir İtaliya, müasir Yunanistan və Balkan yarımadası ölkələri, müasir demək Türkiyə və yaxud Orta əsr Osmanlı, Fələstin, Suriya, Finikiyanın ərazisi, Misir və Karfagen, müasir Tunis ərazisi, eyni zamanda Əlcəzair və Mərakeş əraziləri Romanın ərazisi olmuşdu və qədim dövrün ən böyük imperiyalarından birinə çevrildi. Aralıq dənizinin ətrafını mən həmişə uşaqlara deyirəm, fikir verin, sanki üzük qaşı kimi Aralıq dənizinin ətrafını tam əhatə etdi Roma imperiyası. Və artıq danışaq quldarlığın tənəzzülündən. 1-ci, 3-cü əsrlərdə Romada quldarlıq quruluşu yavaş-yavaş tənəzzül etməyə başlayır. Əslində 1-ci, 2-ci yüzilliklərdə Romada imperiya özünün qüdrətli dövrünü yaşayırdı. Amma 2-3-cü yüzilliklərdən isə imperiyada yavaş-yavaş quldarlıq quruluşu tənəzzül etməyə başlayır. Tənəzzül etmənin səbəbini isə uşaqlara mən həmişə deyirəm ki, o idi ki, artıq qullar öz hüquqlarını bilirdilər, onlar üsyanlar edirdilər. Məsələn, bizim dövrümüzə qədər gəlib çatan Spartak üsyanıdır, amma bəlkə başqa digər üsyanlar da olmuşdu ki, dövrümüzə qədər gəlib çatmamışdı və yaxud xırda çıxışları olmuşdu ki, biz onu bilmirik. Amma insanlar öz hüquqlarını bilirdilər və hər şeyi sındırırdılar, əşyaları sındırırdılar, məhsulları məhv edirdilər və bacardıqca öz quldarlarına ziyan vururdular ki, quldarlar onlara hüquqlar versinlər. Və quldar da gördü ki, bu cür təsərrüfatı davam etdirmək və inkişaf etmək mümkün deyil. Ona görə də onlar məcbur oldular ki, bəzi qullara daxma tikməyə, evlənməyə icazə versinlər. Eyni zamanda onlar məcbur oldular ki, bəzi qullara torpaq versinlər və beləliklə bizim eranın 2-ci, 3-cü əsrlərində daxmalı qullar və kolonlar yarandı. Daxmalı qulla kolonun oxşar cəhəti o idi ki, hər ikisi məhsulun bir hissəsini qullara verirdi. Fərqli cəhəti o idi ki, daxmalı qul bildiyimiz qul idi. Kolon isə kəndliyə daha çox yaxın idi, yəni özünün torpağı var idi. Bizim erada olan hadisələrdən artıq danışacağıq. Romanın eradan əvvəlki dövrü bitdi. Bizim eranın 330-cu ilində imperator Konstantin paytaxtı Vizanti şəhərinə köçürdü və adını dəyişdirərək Konstantinopol qoydu. Daha sonra 1453-cü ildə Osmanlılar tərəfindən tutulduqdan sonra Konstantinopolun adı olacaq İstanbul. Və 395-ci ildə imperator Feodosiy öz iki oğlu arasında imperiyanı iki yerə böldü. Çox güman ki, oğlanlarının bir-biri ilə gələcəkdə münaqişə etməsini istəmədiyi üçün bölmüşdü və imperiya şərqi və qərbi Roma dövlətlərinə ayrıldı. Bir dənə bayaqki xəritəyə baxaq. Həmin xəritədə şərqi və qərbi Roma əyalətlərini sizə göstərək.
Deməli uşaqlar, Şərqi Roma ərazisi, müasir Türkiyə, yəni Kiçik Asiya, Qara dənizin cənub hissəsi, Suriya, Misir, Misir, Yunanistan ərazisinə daxil idi. Bax, gördüyümüz bu ərazi Şərqi Romanın ərazisidir. Qərbi Roma ərazisi isə müasir qərb ölkələri, məsələn, İtaliya, İspaniya, Fransa, Almaniyanın bir hissəsi, baxın, Böyük Britaniyanın bir hissəsi isə həmçinin Karfagen ərazisi, müasir Tunis, bayaq dediyim kimi Mərakeş ərazisi də, Əlcəzair ərazisi də daxil olmuşdu. Haraya? Qərbi Roma imperiyasının ərazisinə. Artıq Roma qərbi və şərqi olaraq iki yerə bölündü dediyim kimi və 330-cu ildən danışdıq paytaxtın köçürülməsindən. Konstantinin 313-cü ildə xristianlığa azad ibadətə icazə verir. Bu haqda biraz məlumat verək. 1-ci əsrdə Romada yeni bir din meydana gəlmişdi. Bu xristianlıq dini idi. İlk dövrdə hakimiyyət xristianlıq dininə açıq ibadət etməyə icazə vermirdi. Xristianlara açıq ibadət etməyə icazə vermirdi. Onlar düşünürdülər ki, xristianlar dövlətə ziyan vura bilərlər. Amma sonralar yavaş-yavaş gördülər ki, din dövlət üçün çox sərfəlidir və din vasitəsilə dövləti idarə etmək asandır. Din vasitəsilə, kilsə vasitəsilə Allahın əmri kimi dövlətin qayda qanunlarını insanların beyninə yeritmək asandır. Eyni zamanda dinin adı ilə insanlardan bir çox vergilər də yığmaq mümkün idi. Kilsə vergiləri yığmaq mümkün idi. Ona görə də 313-cü ildən başlayaraq Konstantin xristianlığa azad ibadətə icazə verir. Tərəfqamız da bitir. Romanın artıq imperiya zəifləyirdi və zəifləməsindən istifadə edən bir çox tayfalar Romaya hücum edirdilər. Məsələn, Attilanı göstərək, 451-ci ildə o Romaya, Qərbi Romaya hücum etmişdi və Katalan döyüşü olmuşdu. Bundan başqa Germanlar, Franklar və s. kimi Vandallar, Şimali Afrikada yaşayan Vandallar 455-ci ildə Romaya hücum etmişdilər və 476-cı ildə müasir Almaniyanı təşkil edən həmin o German tayfaları Qərbi Romaya hücum etdi və beləliklə Qərbi Roma imperiyası süqut etdi. Roma mədəniyyəti haqqında danışacağım. Telefon zaryadkası azdır. Hələlik bu qədər. Mədəniyyət haqqında danışarım.